Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən sizin nəyə fikir verməli olduğunuza baxacağım. Yəni, vacib nədirsə, nəyi bilməlisiniz və ya nəyə diqqət yetirməlisiniz, ona baxacağıq. 3 variantdan birini seçirsiniz. Seçim üzərindəndir. Sizin intuisiyanıza dayanıqlı bir videodur. Əgər siz şəxsi açılım istəyirsinizsə, yəni sizin özünüzə uyğun Instagram üzərindən yaza bilərsiniz. Seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz izləməyə. Bürclər üzərindən proqnozları Telegram kanalım üzərindən edirəm. Şəxsi baxımları yalnız Instagram üzərindən edirəm. Videomun altında qeyd olunub həm linklər, həm də ki Instagram səhifəmin adı. Deməli, birinci varianta baxırıq. Nəyə diqqət yetirməlisiniz? Deməli, birinci variantı seçən insanlarda burada çox vaxtı sizin deməli rəsmi qurumlarla, dövlət qurumları ilə və ya bu hər hansı bir sizin məsələnizin həlli üçün olunan hansısa müraciət etdiyiniz qurumlarda ola bilər və burada seçim çox vacibdir. Yəni sizin ya da ki qarşı tərəfdən gözlədiyiniz seçim və qərar vermə etapı çox vacibdir və burada diqqət yetirməli olduğunuz şey başqa insanların deməli qatışmağıdır və başqa insanların sizin işinizə burnunu soxmağıdır. Yəni bu sizin həm konkurentləriniz ola bilər, hansı ki həmin yer üçün ya da həmin istədiyiniz şey üçün sizinlə birlikdə savaş verir. Həmçinin də bu elə insanlar ola bilər ki, onların qatışmağı ucbatından ya da başqa insanların ucbatından siz problemlər yaşaya bilərsiniz. Və burada vacib bir dənə də odur ki, yaxşı nəticə əldə etmək üçün siz daha çox savaşmalısınız və problemlərə daha necə deyərlər, ciddi yanaşmalısınız. Yəni gücünüzü, fokusunuzu o problemlərin həlli üçün xərcləməlisiniz. Çünki burada biraz diqqət dağınıqlığı ola bilər ya da yetərincə ciddilik, yetərincə gücü sərf etməmək kimi bir şey ola bilər və burada kartlar sizdən tələb edir ki, arxayın olmaqla, arxayın olsan problemlər yaşayacaqsan və həmçinin də əgər gücün çatmırsa nəyəsə, sən başqa insanlardan da kömək istəyə bilərsin. Amma yeganə bir şey odur ki, o insanlara hətta müraciət edərkən ya da kömək istəyərkən tamamilə onlardan asılı olma. Yəni asılı olmaq problem sənə yaradacaq. Çünki bəzi insanlarda belə bir problem ola bilər. Çünki başqa insanların qatışmağı ucbatından bu problemlər yaşana bilər. Amma kömək istəmək, yəni heç də problem olmayacaq. Amma deyək ki, misal üçün o insanın fikrindən asılı olmaq ya da onun elədiyi şeydən asılı olmaq problemli ola bilər. Yəni siz kömək istəyə bilərsiniz, amma yenə də hər şey sizin üstünüzdə qalır və bütün seçimlər ya da bütün qərarlar və həmçinin məsuliyyət sizin üstünüzdədir. Bunu unutmayın. İkinci keçid etmək istəyirəm varianta. Deməli, ikinci variantda burada daha çox maddiyyatla bağlı məsələlərə diqqət yetirməlisiniz. Burada da birinci variant kimi qərar vermə vacibdir və seçim çox vacibdir. Yalnız burada biraz daha çox strateji seçimlər vacib olacaq. Yəni burada maddiyyata dayanıqlı olsa da sizin daha çox necə fikirləşdiyiniz, necə qərar verməyiniz daha çox vacib olacaq. Yəni bu təsir göstərəcək. Yəni o seçim maddiyyata dayanıqlı deyil. Bu daha çox sizin strateji fikirləşməyinizə və emosiyalarınıza dayanıqlı ola bilər. Yəni həm strateji fikirləşməyinizə, həm də sizin
öz emosional durumunuzun təsiri ola bilər bu seçimə, yəni bu qərara. Həmçinin siz kimdənsə gözləyirsinizsə hər hansı bir qərar, bu da yəni o insanın daha çox deməli emosional, həmçinin də daha çox strateji fikirləşdiyini demək olar. Yəni emosional dedikdə bu elə duyğusallıq deyil. Bu daha çox deyək ki, o anlıq bir strateji fikirləşəndə emosiyalarımızı da ora qatırıq. Yəni düşünürük ki, bu mənə yaxşı bir emosiya gətirəcək, yoxsa pis emosiya. Yəni burada duyğusal seçim deyil, burada daha çox o strateji seçimin mənim duyğusallığıma, mental sağlamlığıma necə təsiri göstərəcək. Burada o vacibdir və o seçim ya sizin tərəfinizdən düzgün olunmalıdır, ya da ki, kimdən ki gözləyirsiniz, ya da hər hansı bir şey istəyirsinizsə, o insan belə şeyi qərar verə bilər. Və burada daha çox maddiyatda diqqətli olmalısınız. Niyə? Çünki maddiyatda qərar verərkən ya təzə işdir, ya da təzə şeydirmi, nəyəsə xərcləmək etmək istəyərkən gərək siz daha çox məntiqi fikirləşəsiniz, daha çox strateji fikirləşəsiniz və anlıq, yəni belə məsuliyyətsiz hərəkətlər etməyəsiniz. Çünki anlıq məsuliyyətsiz etdiyiniz hərəkətlər ya da sizin, yəni başqa insanların sizi belə görməsi sizin maddiyatınıza problemlər yarada bilər və ondan siz məyusluq ala bilərsiniz. Burada həm təcrübəsizlik ola bilər, həm də ki, məsuliyyətsizlik ola bilər. Ya da başqa insanların belə görməsi ilə bağlı pul itkiləri ola bilər. Yəni siz deyək ki, misal üçün çox qazana bilərdiniz, amma başqa insanlar sizi məsuliyyətsiz gördüyü üçün ya da yetərincə təcrübəli görmədiyinə görə sizə o imkanı yaratmaya bilərlər. Bu bir məsələdir ki, siz başa düşəsiniz mənim nə demək istədiyimi. Həmçində bu, deyək ki, misal üçün borc istəyirsinizsə, borc verməyini gözləyirsinizsə kiminsə, o insan sizi məsuliyyətsiz saydığı üçün ya da yetərincə yəni məsuliyyətli olmadığınıza görə vermək istəməyə bilər. Yəni belə bir şey bəzi insanlarda belə olacaq, bəzi insanlarda təcrübəsizliyin ucbatından ya da məsuliyyətsizliyin ucbatından pul itkiləri də ola bilər ki, misal üçün siz hansısa əşyanı belə alırsınız, o əşyanı alarkən məsuliyyətsiz davranırsınız, yaxşı araşdırmırsınız, ona görə də pul itkisi yaşayırsınız. Və həmçinin də əgər siz maddi durumunuzla əlaqədar çox da yəni tətmin olmursunuzsa, yəni çox da sizi tətmin etmirsə, bu sizin təcrübəsizliyinizdən ya da məsuliyyətsizliyinizdən irəli gələ bilər. Ona görə diqqətli olursunuz. Həmçinin dediyim kimi strateji qərarlar və strateji fikirləşmə çox vacib olacaq və bu qarşı tərəfdəndirsə bu strateji fikir, yəni kimdən ki gözləyirsiniz, çünki bu ümumi baxımdır, onda çalışın o insana məsuliyyətli özünüzü göstərin ki, o insan fikirləşməsin ki, mən bu adama bu imkanı yaratsam ya da onun xeyrinə, faydasına iş görsəm, sonra mən problemlər yaşayacağam, keyfim pozulacaq, qanım qaralacaq, neyinirəm mən bunu? Yəni belə fikirləşməmək üçün gərək siz özünüzü maksimal dərəcədə yaxşı göstərəsiniz. Bu həm maddiyatınıza ya da maddiyat umduğunuz hər hansı bir işə aiddir. Üçüncü varianta keçid etmək istəyirəm. Deməli, burada daha çox emosional problemlər yaşana bilər. Belə şeyə diqqət yetirməlisiniz və hər hansı bir gözlədiyiniz şeyin ya da istədiyiniz şeyin durma nöqtəsinə gəlməyi ilə bağlı olan bir məsələ ola bilər. Ona diqqət yetirməlisiniz. Həmçinin də burada deməli çoxdandan bitirməli olduğunuz ya da bitmə nöqtəsinə gələn şeylərin olduğunu bildirir kartlar. Yəni buna işarət edir və ona görə burada sizin deməli, narahatçılığınıza gətirib çıxardacaq problemlər, yaşadacaq şeylər ola bilər və buna diqqət yetirməlisiniz. Hər hansı bir şey, hansını ki bitirməmisiniz, amma bitirməlisiniz və onu etmirsiniz, o sizə problemlər yarada bilər, problemlər qatlana bilər bunun ucbatından və həmçinin burada həm mental, həm də duyğusal, fiziki xəstəliklər ola bilər. Ona görə buna da diqqət yetirirsiniz. Əgər hər hansı bir problem varsa sağlamlığınızda, səhhətinizdə buna diqqət yetirin. Çalışın ki,
ya həkimə gedin, ya da pis vərdişləriniz varsa onu bir kənara qoyun. Həmçində burada siz deməli evli cütlüksünüzsə, deməli evli cütlüklərdə problemlər yaşana bilər və bu sizin bir yəni necə deyirlər, bir nöqtəyə gəlməməyinizlə bağlı ola bilər də. Yəni fərqli fikirləşmələrə görə həyat yoldaşınız başqa fikirləşir, siz başqa fikirləşirsiniz və eyni deyək ki, danışığa, qərara gələ bilmirsiniz. Yəni tam bir-birinizi yaxşı anlaya bilmirsiniz, tam bir qərara gəlib çata bilmirsiniz. Danışıq olsa belə sözünüz çəp gəlir, sözünüz zid gəlir. Bu evli cütlüklərə aiddir ya da evliliyə çatan cütlüklər, yəni hansı ki ya birlikdə yaşayır, ya da ki evlənmək istəyir, belə cütlüklərdə belə problemlər ola bilər, hansı ki çoxdandan sizi narahat edir, amma heç cürə siz bu məsələni həll edə bilmirsiniz aranızda və həmçinin də sözünüz çəp gəlir, narahat edir sizi ki, bir-birinizi anlaya bilmirsiniz, bir-birinizi başa düşmürsünüz. Burada vacib bir şey olacaq ki, eyni deməli nöqtəyə gələsiniz, yəni danışıb ya barışasınız, ya da ki aranızda olan məsələləri ya da narahatçılıqlarınızı bir-birinizə deyib də onu həll edəsiniz. Bu vacib olacaq, buna diqqət yetirməlisiniz.